Azərbaycan Texnologiya Universitetinin informasiya texnologiya mühəndisliyi ixtisasını bitirmişəm. Amma bu sahəyə üzrə heç vaxt çalışmamışam. İşsiz qaldığım müddətdə öz ixtisasımla maraqlanmağa başladım. Amma bu sahə üzrə biliklərim çox az idi və Instagramda Dövlət Məşğulluq Agentliyinin təqaüdlü proqramını gördüm və ona müraciət etdim. Mənə geri dönüş etdilər və kursa başladım. Nəzəri və praktiki biliklərimi artırdım və burada müvəqqəti bitirdikdən sonra burada müəllim köməkçisi, mentor kimi işləməyə başladım. Gənclərin məsləhətim odur ki, qorxmasınlar işsizlikdən və öz üzərində çalışsınlar. Ən birinci növbədə disiplin olmalıdır. Təkcə bu sahə yox, Dövlət Məşğulluq Agentliyində başqa digər sahələr də var ki, onlara müraciət edə bilərlər və təqaüdlü proqrama qoşula bilərlər.